İnşallah İraq bölgəsindəyik. İraqda əhali, ərəblər, kürdlər, daha sonra türklər, farslar və digər xalqlar var, yerli xalqlar var. Kürdlər Kürdistan ərazisi ölkəsini qurublar, özləri üçün müxtəlif əldə ediblər. Özləri müxtəlif veriblər, bir ərazinin bir hissəsini tutublar. İrandan İraqa keçən hissədə bir hissəsini Kürdistan hesab olunur və Kürdistan öz bayrağını qoyublar orada, oradan özləri gömrükdən təyin edirlər, özləri keçirib edirlər, hətta viza da verirlər özləri. Daha sonra keçirik İraq tərəfə. İraq tərəfdə bu Kərkük tərəfi bölgəsi Ağqoyunlu dövləti dövründə Azərbaycan bölgəsindən gəlmiş türklərdir və türkcə danışırlar. Əski Azərbaycan dili. Və yaşayışı əsasən dövlət işində işləyirlər və bir hissəsi də kənd təsərrüfatı məşğuldur. Yaşayış normaldır. Ümumdaxili məhsulu yüksəkdir çünki neft ölkəsidir. Amma ölkə iqtisadi cəhətdən də əhalisini yaxşı təmin edir. Məsələn, siz ayda 4 İraq realı verməklə ailənin bir aylıq təminatını da əldə edə bilirsiniz. Bir kisə un, peso, qənd, düyü və s. Dövlət sizə verir. Bölgədə bələdiyyə deyək də, bölgədə ərazi ayrılır, mağazalar, o kağızı verirsiniz ora, sizə o sinazı siyahıda var, gedirsiniz onu alırsınız. Maraqlı. İşıq, qaz və digərlərdə limit müəyyən qədər var. Məsələn, 4 ayda 50 İraq real verirlər. İşıq buna demiş olurlar. Bu da təxminən 4 aya 80 manatdır. Aya 20 manat verməklə siz istənilən qədər işıq istifadə edə bilərsiniz. İstənilən qədər kondisioner yandırın, istənilən qədər işıqdan istifadə edə bilirsiniz. Çox maraqlı bir idarəetmə sistemi var. Siyasi cəhətdən zəif olsa da, iqtisadi cəhətdən tənzimliyiblər. Əhalinin məşğuliyyəti, rifahı pis deyil, yaxşıdır. Uşaqlar maşınlar sürürlər. Baxın, belə elektrik velosipedləri var. Bu maşındır. Xarici maşınlar çoxdur. Bu məsciddə qalırıq. Gördüyünüz kimi transformatorlar, demək ki, hər neçə stopadan bir belə transformator var, kiçik transformatorlar var. İranda da belə çox var idi. Gördüyünüz kimi bu İraqdır. Tikililər belə müasir, geniş tikililər çox olmasa da bizim gəldiyimiz şəhərlərdə, böyük şəhərlərdə var, Bağdadda da və s. Kiçik şəhərlərdə o qədər yoxdur. Amma yaxşıdır. Yəni əhalinin rifahı yaxşıdır.